Bahalı səhvlər. Biz artıq uğurun sözlərlə deyil, ədəblərlə ifadə olunduğu dünyanın sakinləriyik. Hətta yaxın gələcəkdə öz zəkamızın deyil, süni zəkaların bizə qazandırdığı uğuru mənimsəyəcəyik. Sözlərdən fərqli olaraq, ədədlər cansızdır. Ədədlər bir-birlərini hiss etmirlər, bir-birlərini çağırmaq əvəzinə bir-birlərinə əngəl olurlar. Ona görə də ədədlərlə edilən səhvlər bizə çox baha başa gəlir. Bəzən biz səhvlərlə riskləri qarışdırırıq. Etdiyimiz səhvlərin risk olduğunu düşünürük, yaxud risk edərkən səhv etdiyimizi düşünüb geri addım atırıq. Bu hal vergi və mühasibat bilgisizliyinin nəticəsidir. Fəlsəfə kimi vergi və mühasibatlıq da şübhədən yola çıxır. Şübhənin bir məqsədi vergidən yayınma hallarını üzə çıxarmaqdırsa, digər məqsədi mühasibatlıq prosesində hiylə ilə xətanı, səhvi bir-birindən ayırmaqdır. Mühasibə xətaları daha çox mühasibə qeydləri zamanı baş verirsə, mühasibə hiylələri daha çox sənədlərdə və qəsdən törədilir. Mühasibatlıq işlərində baş verən xətaların əsas 3 səbəbinin olduğunu söyləmək olar. Diqqətsizlik, bilgisizlik və nizamsızlıq. Hər 3 səbəbin mənşəyi mühasibin və ya vergi məmurunun qeyri-peşəkarlığıdır. Bu qeyri-peşəkarlıq bazara da mənfi təsir edir. Şirkətlər küləyi gəlir olan yel dəyirmanı prinsipi ilə işləyir. Vergi mühasibi bu dəyirmanı Don Kixot kimi öz düşməni zənn etsə, onun işləməsinə boş yerə əngəl yaradacaq. İqtisadiyyat üçün ən bahalı səhvlərdən biri də budur. Səhvsiz insan olmadığı kimi, səhvsiz iş də yoxdur. Əsas məsələ səhvin qəsdən edilib-edilmədiyini aşkarlamaqdır. Həm vergi və mühasibatlıqda, həm də həyatın digər sahələrində. Bu yerdə ədədlər dünyasının ən uğurlu insanlarından biri Steve Jobs'un sözlərini xatırlamaq yerinə düşər. Jobs deyir ki, vaxt olmadan nağd olmaz. Yəni, iqtisadiyyata yatırılan ən böyük sərmayə ona xərclənən vaxtdır. İstər vergi və mühasibatlıq olsun, istərsə də biznes, ona nə qədər vaxt xərcləyəcəksə, bir o qədər az səhvə yol veriləcək. Ən bahalı səhvlər vaxtını işinə deyil, özünə xərcləyənlərin səhvləri.